Davam ediyor. Hamız xoşbəxtiz. Görsün hamız bir-birinə sevinirik, öpürük, şənik. Allah bize bu şənliyi həmişə qismət eləsin. Şairin atası Allah rəhmət eləsin Aslan Bayram. Bu ailə mən çox yaxın olmuşam. Rəhmətli Möhsünlə mən qardaş olmuşam. Anası mənim anam olub, atası mənim atam olub. Çox gözəl. Bir də problem oldu. Geçəm onlara şikayət eləmişəm. Mənim anama naiz deyirlər, onda işiniz yoxdur. Hakkı öyle olmuştu. Evde bir problemde geçeceğim anasına demişim anası Gülcamal hala bizim eve nazil kişide işimiz yoktu. Bu böyle benim oğlumdu. Allah rahmet eylesin. Amin. Rahmet eylesin. Möhsün, Vagif. Allah rahmet eylesin. Bunlardan bir de ben o ailede iştirak edende, o ailede olanda Vakif'in bir gülmeli bir anekdotu var idi. Vagif qayıtdı ki, əskərdən mən gələndə bir də baxdım, axşam vaxtı, yatmaq vaxtıdır. Mamam Gülcamal nənə atama Aslan kişiyə deyir ki, haydi Aslan, qadınlar tındıradır. Qayıtıb deyim, ay mama, bu nə deməkdir? Niyə belə deyirsən? Bir ay bana, o qədər elə demiş ki, kişi erməni dilini başa düşür. Azərbaycan dili başa düşür. Erməniyə deyirəm başa düşməsin, bəlkə var, təndiranda bu evi bulamaz. Nə qədər bizim gözəlliyimiz var, nə qədər bizim mehribanlığımız var. Allah bizi var etsin, davam etimiz belə olsun. Bundan belə şair deməli. Törəmələrimiz, uşaqlarımız, nəbələrimiz iştirak edir. Bir-birinizə belə mehribanlığımız həmişə olsun. Sağ ol. Amma sən zamanla çox sağ ol. Gələnlərə, burada olanlara, gələ bilməyənlərə Allah onları Şair. Sağ ol.